Rekordu. Yusuf, diqqətlə mənə qulaq as. Sual-cavablı formada başlayaq. Yaxşımı? Səsim gəlir Yusuf sənə? Səsi açın. Görüntü açıq olmasa da səsi açın ki, fikriniz məndə olsun. Tamam. Diqqətlə qulaq as. Bax, ədədin hissəsinin tapılması. Bax, burada məsələn bizə nümunə misalda verir. Deyir ki, 8 ədədinin 4də 3 hissəsinin tapılması. 4də 3 hissəsinin tapılması nə deməkdir Yusuf? Ədədi nəyə vururuq? 4də 3-ə vururuq. Bax, məsələn, bir ədəd verirəm sənə. Məsəl üçün, deyirəm Bəli. 10 ədədinin 5-dəki hissəsini tap. Onu nəyə vuracam? Yusuf, onu 5-dəkisini tapanda 10 ədədinin 5-dəki hissəsini tap. Onu Mama nəyə onu vuracam? beşe bölüp ikiye Yox, bıraksın. bölüb vurmağı qoy bir qırağa. Onu nəyə vuracam? Ağzımda hansı kəsiri deyirəm? 5-də 2, düzdürmü? Bax, Mama onu beşe bıraksın. vuracağıq 5-də 2-yə. İndi onu 5-də 2-yə vuranda ixtisarlarım hansı gedir? Çarpazdan gedir də. Ondan aşağıda duran nə var? 5. Ben onu beş. 5-i 5-i aparıram bir dəfə, onu 5-ə böləndə 2 dəfə. 2-ni də 2-yə vuranda cavab neçə qalır? 4. Dört. Deməli, onun 5-də 2 hissəsi nə imiş? 4 imiş. Məsələn, mənə də Dört. görüm. Məsəl Burada üçün, da iki sıra aparır. bəli, bəli, bax burada da nümunə göstərib sənə. Sənə deyir 8 ədədinin 4də 3 hissəsini tap. 8-i 4də 3-ə vurub. Ondan sonra ixtisarlarını aparıb geriyə qalıb 6. Məsəl üçün, mənə də görüm Yusif. 6 ədədinin 3də 1 hissəsi. Mama altı ədədinin üçte bir hissəsi iki. 6 vurulsun 3də 1, ay sal. 3-ü 3-ə bölürəm 1 dəfə, 6-nı 3-ə bölürəm 2 dəfə. 2-ni də 1-ə vuranda neçə? 1, 2. Aydın oldu? Gəl indi nümunə misallara Tamam. baxaq. Görək misallarda nə tip suallar verilib. Bu səhifə neçə idi? 77. Bax, məsələn, birinci suala bax. Ben okuyorum. Birinci sualda nə deyir? 1 metrin 4də 3 hissəsi nəyə bərabərdir? Nəyə bərabərdir Yusif? Mama birinci bir metri santimetre çevirecek. Mama 1 yani metrin 100 neçə santimetre. santimetrdir? 100. Azsa, bax deyir 1 metrin 4də 3 hissəsi. 1-i 4də 3-ə vuranda ixtisar aparacağın heç nə yoxdur. Çünki ölçü vahidi bizə metr verib. Daha böyük bir ölçü vahidi. Santimetrə çevirirəm. 1 metrim 100 santıdır. Vurulsun 4də 3. 4-ü 4-ə bölürəm bir dəfə. 100-ü 4-ə böləndə neçə düşür? Mama 100'ü dörde bölende. Aha, 25. Onu 4-ə bölsəm 25. bir dəfə, hə, qalıqla qədəndə qalır 25. 25-i 3-ə vuranda neçə eləyəcək Yusif? Mama ben direkt ben 75. 75. Aa, sağ. Deməli 4də 3 hissəsi nəyə bərabərdir? 75-ə bərabərdir. Bax, məsələn, C variantında pul vahidini verib. Deyir 15 manatın 5də 3-ü. 15-i 5də 3-ə vurasın. Nəylə nə ixtisar aparıram? Fikrim məndə olsun. 5-i 5-ə bölürəm bir Mama dəfə. 15-i 5-ə bölürəm neçə dəfə düşür? 3, Aa, 3 dəfə də 3 neçə eləyəcək? 9. 9. Gəl baxaq ikinci çalışmaya görə 2-də nə deyir? Cavabın doğruluğunu yoxla. 25 metrin 5'te 3 hissəsi. Nəyə bərabərdir Yusif? 25'i Mama 5'te 3'ə vurası. mama. Nəyə Mama bərabərdir? Aha. mama ihtisar var eminici. 5 ile 5 bir defa. Mama 25 ile de 5. 5 defa. Ay sağ. Yekun cavabımız nə olur? 5 vur 3 tane 15. Ay sağ. Məsəl üçün 3 saatın 3'də 1 hissəsi. Mama o eləyir 72 saat, 72 dəqiqə. Yox. 3 dəqiqə çevirməyinə ehtiyac yoxdur. İstəsən saatla da saxlaya bilərsən. Deyərsən ki 3 vurulsun 3'də 1. Bu 3-dən 3 çıxsa gedəndə geriyə nə qalacaq? 1. 1. Deyərsən ki 3 Mama saatın cavab da 3'də bir. 1 saat. Dəqiqəyə çevirməyinə ehtiyac yoxdur. Deyərsən 3 saatın 3'də 1 hissəsi nəyə bərabərdir? 1 saata. Bax, məsələn, deyər ki, 6 metrin 4'də 1 hissəsi. 6 vurulsun 4'də 1. Nəyinə nə ixtisar aparıram? Mama 6 metrin 4'də 1 hissəsi mama əmrinci 6 metri santimetrə çevirəcəyik. Çevirməyə yenə ehtiyac yoxdur. Olduğu kimi metrdən saxla. 6 ilə 4 hər Mama ikisi nəyə ihtisar bölünür? var. 6 ilə 4-ün hər ikisi nəyə bölünər? Mama 2'yə.
Ay sağ ol. 4'ü 2'ye bölərəm 2, 6-nı 2'ye bölərəm düşər 3. Düzdürmü? 3 vurulsun 1. Bəli. Sürətdə olar 3. Burada olar 2. 3'ü 2'ye bölsən necə eləyər? 3 manatın var. 2 yerə bölürsən neçə manat qalar sənə? Ə, Bax 3 manat var. İkimizin yəni, arasında bölürəm. Hərəzə nə qədər pul düşür? Məmə 3 2-yə bölmək olmur. Bax, ona görə deyirəm ki, bax, iki dənə yolla izah eləyəcəm səni. Bu onluq kəsirdir. Birazdan gələcək onluq kəsirə. 3 manat var, düzdürmü? Bax, ikinizin arasında bölüşdürürəm. Neçə manat düşür hərənizə? 1 manat Mənə sənə 1 verirəm, 1 manat sənə verirəm, düzdürmü? 1, 2 manat bəli, getdi. Məndə 1 manat qaldı. O 1 manatı necə bölüşdürürəm? 50 qəpik, 50 qəpik. bəli, məmə. Hərəzə nə qədər düşür? 1,50 sənə, 1,50 sənə, düzdürmü? 1,50-ni necə yazırıq? Bəli, 1,5. 1,5. Aydın oldu. Bax bunu bir də necə bəli. formada yaza bilərsən? 3-ü 2-yə böləndə 3-ün içində 2 neçə dəfədir? Gəl belə bax bu formada izah edeyim sənə. 3 bölünsün 2. 3-ün içindəki neçə dəfədir Yusif? Mənə bir dəfə. Ay sağ ol, bir dəfə. Bir dəfə 2 2. Yazıldı burada 2. 3-dən 2 çıxanda geriyə nə qalır? 1. 1-in içində 2 var. Bəli, Deməli, birin yanına bir dənə 0 atacağım. Bura 0 atanda burada bir dənə vergül atmalıyım. 12-yə böləndə neçə düşür? 5. Aa, sağ ol. 5 dəfədəki 10. Artıq qurtardı. Ondan da 10 çıxanda geri heç nə qalmır. 0. İndi o 0-ı gördükcə dayanır. Burada cavab nə oldu? 1,5. Aa, sağ ol. Bu qədər. Aydın oldu. Belə onluq kəsirdə bunun Bəli. üstündə bir dəfə təkrarlamış olduq. Birazdan yenə baxacağıq. Üçüncü tapşırığı da görüm. Necə yazarım? 4-də 3 hissəsi 9 olan ədədi tap. Yəni bir dənə ədəd verilib mənə x. Bunu 4-də Mənə 3-ə bu da vurub hissəndə də görə 9 tapılmalıdır. alıb. Bilirəm bax, ədədi 4-də 3-ün tapanda 9 alıb cavab. Ədədin nə olduğunu bilmirik. Bu ədədi tapanda necə tapırıq? Ədədi 9-u böləcəm 4-də 3-ə. Bölmək nə deməkdir? Tərsinə vurmaq. 9 Mən vurulsun 3 aşağı 4 yuxarı. Artıq ikinci bax kəsirin sürət məxrəci yer dəyişdi. İxtisarımı apar. Nəyi nəyə bölürəm? Mənə 9 ilə 3 ixtisar gedir. 3 3-ə bir dəfə, 9 3-ə 3 dəfə. 3 dəfə də 4-ün neçə Bəli. eləyir? 12. Yekun cavabımız olur 12. Və burada da 10. eynidir. 14-ü nəyə vuracaq? 14 Mənə 9. Onda 7 yazmayacağıq artıq. Tərsinə yazacağıq. 7 7 də 10. aşağı, az, sağ ol, 10 yuxarı. 7-ni 7-yə bir dəfə, 14-ü 7-yə 2 dəfə. 2 dəfə də 2 onu də neçə eləyəcək? 20. 20. Bax, burada da 15 vurulsun. Nə yazıram? Mənə 3-də 8. Ay sağ, 3 aşağı 8 yuxarı yerlər dəyişdi. 3 3-ə bir dəfə, 15 3-ə 5 dəfə. 5 dəfə də 8-i neçə eləyər? 40. 40. Dördüncü sualda nə deyir bizə? Mənə Eyni bəs onu şeydir. kəsr ətsən. Necə? Mən Bir də bəlkə şeyi onu kəsr elə. bir baxım görüm buradan bir dənə də misala baxaq. Bunlar onsuz da eynidir. Burada təkrarlanır. Tərsinə vuracağıq burada da. Biri vurasan 4-də 1, diğerini dəyişirsən eyni şeydir. 5-ci sualda eynidir. 6-ya baxın bir dənə. Görüm 6-da fərqli nəysə var. Bir dənə məsələ işləyək, ondan sonra keçək onluq kəsirə. Boş. Məsələyə bax, 6-nı da görüm. Mənə 6. Maşın 120 kilometr yol getdi. Hı. Ümumi 120 Bu kilometr məsafə yol gedib. bəli. Bu məsafə bütün yolun %7 hissəsini təşkil edir. Aha. Maşın ünvana çatmaq üçün daha neçə kilometr getməlidir? Hı. Neyniyərik? Ee, Birinci deyərsən ki, bu 7-də 3 hissəsi 120 olan ədəd nədir? Bax, ədədin hissəsini tapırsan artıq. Yəni 120-ni bunun tərsinə vurursan. 3 ilə 7 yer dəyişir. Düzdürmü? Ədədinə görə tapırıq artıq. evet. Yuxarıya qaralana kimi düşdü. Bunu təmizləyim. Aha. İndi bax 3-ü 3-ə bölürsən bir dəfə. 120-ni 3-ə böləndə neçə dəfə düşür? 5.
Ay sağ. 40-ı da 7-yə vurarsan. 4 dəfə 7-nin 28, yanına da bir dənə 0 düşəcək. Olacaq 280. 280. Ümumi yol 280 imiş. Bunun 120'si gedib. Geriyə nə qalıb? 280-dən Bana 120 çıxarsan. Geriyə nə qalar? kaldı. Bana 100, 160. Ay sağ. Deməli nə qədər yol qalmalıdır? Nə qədər yol getməlidir hələ ki bu 160. ildən? 160. Ay. 160 sonra. Gəl baxaq görək. Məsələ tiplərdə bu formada olur. 79-dur heç. Bura xülasələr heç. Ümumi tapşırıqlara bir dəfə vaxt elib ümumi baxarıq bunlara təkrarda. Onluq kəsirlərə keçək. Hemen kulağına nerede? Bu sən deyirsən. Ümumi Ben xüsusi sən nə kulağına nerede? deməkdir? Bura qədər keçmisən, bura keçirənləri ümumiləşdirib verib sənə. Qısaldılmış formada. Elə bil ki, sənə qısa bir vərəq formasında verib. Təkrarlamağın üçün bir vərəq formasında verib. Kəsirlərin vurulması, Aa, bölünməsi, ixtisarı, müqayisəsi, bax hər şey var içində. Adi kəsir verib sənə, ortaya adi kəsir yazıb. Sağda solda bax, toplanması, çıxılması, vurulması, bölünməsi, düzgün olan, düzgün olmayan. Yəni bütün kəsir haqqında olan bir şey sadəcə bir dənə cədvələ yığıb. Qısaldıb verib sənə. Gəl onluq kəsirlərə baxaq. Onluq kəsirlər haqqında. Bu onluq kəsirlər bayaq dedim sənə, formaya çevrilməsin. Gəl bir dəfə də burada ətraflı baxaq. Sözlə verib Mehmet, onluq kəsirləri hacı. demeyin de hemen siz de benim sayfamı düzümü deyin de. Məsələn, birinci sualda bax, sənə deyir onluq kəsiri sözlə verib. Bunu oxu, ədəd formasına çevir, rəqəm formasına çevir. Necə yazıram? Tamam. Mehmet 0,6. Necə yazarım rəqəmlə? Mehmet 0 Aha, virgül. aha. Mehmet 0,6. Ay sağ ol. Bax artıq 0 tam deyir. Tam nədir? 0. Tam istəyə 0-ı yazdım. Tam sözündən sonra bir dənə vergül atıram, geriyə qalan rəqəmi yazıram. Onda 6. Yəni bir dənə 6. 2 tam onda 3-ü necə yazıram? Mehmet 2 Mehmet 2 virgül 3. Ay sağ ol. 0 tam %8-i necə yazıram? Mehmet 0 virgül Aha. e, Mehmet bir tane 0 bir tane 8. Elə bir yandan biraz Hüseyn kömək eləyir. Yüngülvari 10 Mehmet gəlir oradan şey. Bax, Hüseyin, burada bırakın niyə beni. 10-da 6 deyirik? Burada niyə 10-da 6 deyirik? Onda neçə dənə 0 var? Bir tane. Ona görə artıq burada niyə bir dənə bax, promoy rəqəmi yazıram. 2 tam onda 3, onda bir dənə 0 var. Ona görə promoy 3-ü yazıram. Amma bax Yusif, yüzdə 2 dənə 0 var. Ona görə promoy belə yaza bilmərsən. 0 tam belə yazanmarsan. Bu onda 8-dir. 0,8 yazmalısan ki, bu 2 0 səndə 100-ü təmsil eləsin. İndi özün də görüm axırıncın. 3 tam %55. Necə yazıram? 3 virgül 55. Ay sağ bax 100 deyir deyə yüzdə 2 dənə rəqəm var. 2 dənə 0 var. Burada 2 dənə rəqəm olmalıdır. 55. Əgər verilən rəqəmin bir dənə olsa, məsələn 4 tam %6. 4 tam vergül %6 deyir deyib 2 rəqəmi bax birinə 0 qoyuram, birinə 6 yazıram. 0,6 formasında. İkinci sualda görüm. Sorular. Necə? Ben ikinci okuyum. Oxu görüm. Təsvirlə verilmiş onun kəsrləri rəqəmlərlə yazın və ədəd oxunda göstərin. Aha. Hemen ədəd oxunda göstərək yoxsa ecənliyim? Yox, hələ ki deyib forma, normal formada deyib. Tamam. Ben en birincisi 1 tam Aha. onda hemen 4. 1 tam onda 4. Aysa, bu bir dənə bütöv rəhlənib. Deməli bu tam formadadır. 1 tam vergülü yazdım. Virgül Burada neçə dənə daman 4. var sənin? 10 dənə. Neçə dənə 4. rənglənib? 4 dənəsi. 4. Desən 10-da 4. Bunu da görüm. Mehmet 0 tam Aha, bax heç bir rənglənməyib. Bir dənəsi var, o da yarım yamalaqdır. Demək tam hissəm yoxdur. 0 tam. virgül Mehmet 9. Ay sağ ol. 10 damadı 9-u rənglənib. Seni də görüm. Mehmet 2 tam Ay sağ ol. 2 dənəsi rənglənib. Bax üst-üstə düşüb burada. 2 tam vergül. de Ümumi neçə dənə dama var? 1, e, 2, 3, 4, 5, 6, 7, 8. Sən onu kitabdan sayda ümumi damanı sayın. Bunu şeydən sayanmıram. Mouse'dan.
2, 4, 6, 8, 10 dənə yuxarıdadır. 1, 2, Məmə. 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə də aşağıdadır. Onu ona vuranda 100. Ümumi 100 dənə damam var. Nə qədər rəng? Məmə, hələ Səndə son dənə 21-i. qaldı. Səndə 21 rənglidir. Məmə, %21. Ay sağ ol. 2 tam %21. 100 dənə dama var, 21 rənglidir. Burada da 100 dənə dama var, amma 0 tamdır. 0 tam. 100-də neçə dənəsi rənglidir? 2, 4, 6 dənəsi. 6. İndi bura 6 yazıram, yoxsa 06. 0,6? 06. Ay sağ ol. 100-də deyildi, 2 rəqəm olmalıdır. 0,6. Üçüncü suala bax görüm. Məmə, adi kəsirli onluq kəsiri isə adi kəsir şəklində yazılır. Bax, ən rahat yolunu öyrədim sənə Hüseyn. Hüseyn də deyirəm, Yusif. 3-ü 1-ə böləndə Bəli. neçə eləyir? Məsələn, məmə. Bax, ekrana bax çəkdiyimə. 3-ü 1-ə böləndə neçə eləyir? Bəli. 3. Ay sağ ol. Burada neçə dənə 0 qaldı? Bir dənə. Yazırsan əvvələ. Ortaya da bir dənə vergül qoyursan. Bax, diqqətlə bax. 5-i 1-ə böləndə neçə eləyir? Məmə, 5. Ay sağ ol. Neçə dənə 0 qaldı burada? 2. 2 dənə 0-ı qabağa yazırsan. Birinciyə vergül atırsan. 17-ni 1-ə böləndə neçə eləyir? 17. 17 bax. 17-ni yazdım. Hara nə atıram? Bir dənə 0. Mənim 2 dənə 0. %17-dir. Artıq rəqəm deyib, bir Ən dənəsini 1 əvəz edib. Elə fikirləş. 1 tam, bax 1 tam onda 7. 1 vergül vergül 7. 7. Onda 7. Mən bu asfalt. Hə. Və 2 tam Hə, bunları %3. kəsir şəklində yazmalıydıq axı. Ona Necə? sonra deyək ki, onluq kəsir. Mən 2 tam, Mhm. hə, vergül 0,3. A isə %3. Artıq 2 rəqəm olmalıdır. %3. Bunlar da deyir ki, adi kəsir formasına gətir. İndi bu tərəfi, buradan sonrasını onluq formasına verib adiyə çevirməlisən. Bu nədir? Məmə, 16. Ay sağ ol. 10 aşağıda, 6 yuxarıda. Digəri nədir? %23. Bu arada bir dənəsi qaldı. Bu nədir? Hə, məmə, Yüzdə. %6. Ay sağ ol, yuxarıda 6. Digəri bax, bayaq demişdin. %23. O birisi %23. nədir? 1 tam onda 2. Ay sağ ol. Bir tam qalır öz yerində. Onda 2. Digərdə nədir? Bir tam %15. 1 tam %15. Ay sağ ol. Aydın oldu. Bəli. Dördüncü sualda görüm. Məmə, müqayisə edin. Mən birincidə yəni 0 tam %7 böyükdür. 0 tam %7, 0 tam onda 2. Niyə? %7, onda 2. Hansı böyük olacaq? Hansı böyükdür? Bax, Məmə, sənə onda bir 2. deyim. Deyirəm ki, bir dənə tort var. Bax, belə düşün. Həmişə Bəli. belə loro dildə izah eləyəndə yadda qalır. Biri %7-dir, biri onda 2-dir. Yusif, tortu 100 yerə bölüb 7 də parçasını sənə versəm böyük olar, yoxsa 2 yerə bölüb 10 yerə bölüb ikisini versəm? Məmə, 10 yerə böyük 2 Azə dənə. 10 yerə bölsəm dilimlər daha böyük olar da, düzdürmü? Bəli. Deməli, onda 2 daha böyükdür. Bax, məsələn, tortu %27, %30. Hər tərəf, bax, 2 dənə tort var. İkisini də 100 yerə bölürəm. Çünki hər ikisi %100-dədir. 27-sini versəm sənə çox olar, 30-un? 30. Ay, sağ ol. Biri onda 7-dir, biri onda 8-dir. 2 dənə tort var. Hər ikisinin onda 10-da bax. Onda 7, Onda onda 8. 8. Ay, sağ ol. 10 yerə bölüb 7-sini sənə verirəm. Bir dəfə 10 yerə bölüb 8-in. Hansı böyük olar? Onda 8. Aydın oldu? Bəli. 5-i də görüm. Mən 5. Aha, bir təklik. Hə, bir təklik. Məmə, 10. Yusuf, Hüseyn sən bax görün 5-ci suala. Bu sıraya uyğun ədədini. Məmə, 10. Bir təklik. 10 nə? 10, onda 1. Sənə deyir ki, bir təklik. Onda bir verilir bura.
Təklik hissəsi 1-dir. Bura nə olar? Mən 10. 1/1-dir də. Məmə biri ona vurmalıyıq. Bir təklik bax, %1. Onda 1, onda 1, %1. Çevrilməni nə formada aparıb? Diqqətlə baxın. Məmə birincisində biri ona vurmalıyıq. Biri ona niyə vurursan? Məmə mən başa düşəmədim. Yaxşı, sən keçməmsən, başa düşməmsən. Yusif de görüm balam, necə yazaram? Yusif də deyirəm Hüseyn. Müəllim, bunu Hı. Bax, bir bir təklik. təklik. Bir təklik onda bir deyəndə nə başa düşürsən? Mənim yəni 10/1. Bax, sənə deyir ki, bir təklik. Yusuf, vurursan vurmanı, amma niyə vurduğunu bilmirsən. Nə vaxta qədər vuracağını bilmirsən. Sənə deyir təklikin bir dənədir. Onda bir. Bax, birdir. 1 manatın var. Bundan sənə 10 dənə Var. verdim. Nə qədər edir? 10 manat. 10 manat. Bax, ikinciyə bax. 1 manatın var, %1. 1 manatdan sənə 100 dənə verirəm. Nə qədər edir? 100 manat. Deməli, xanaya nə yazılmalıdır? Hmm. Bax, birinci xanaya yazılır 10, ikinci xanaya yazılır 100. İkinciyə Bəs 100. üçüncüyə nə yazılacaq? 1000. Onda bir, %1. Bax, biri onda birdir, artıq vura bilmirsən. Biri onda birdir, biri %1'dir. Artıq bax, onda bir, %1. Kəsirdir, bölməlisən. 100-ü 10-a böləndə neçə eləyir? 10. Ay, sağ ol. Hər ikisi kəsir olanda da Yəni bölürsən. 10 yüzdə. 10 dənə yüzdə bir. Ay, sağ ol. 10 dənə %1. Bax, belə düşün də, Yusif. Sənə deyir ki, onda bir. Düzdürmü? Bu tərəfi verib onda bir. Deyir bərabərdir. Bunlar bərabər olmalıdır. Burada da %1 var, Yusif. %1'i nəyə vursam onda bir alaram. Ona vursam, bu 10'la bu 0 ixtisar gedər, qalar onda bir də. Gördün, ixtisar gedəndə əvvəlki variantdan qayıdıb bərabərliyi ala bilirik. Altını da görüm. Məmə deyir ki, sıranın pozan ədədi müəyyən edin. Həmin ədədin yerini dəyişməklə sıranı düzəldin. Məmə artan sıra Aha. məmə ən Aha. birinci 0 tam Ən kiçiyi ən böyük olur da, Yusif. məmə məmə ən birinci 0 tam %32 düzdür. Ondan sonra gəlməlidir 0 tam Hə, artan %39. sırayla deyir. Artan sırayla deyirsə ən kiçiyi ən böyük olmalıdır. Məmə ən birinci 0 tam %41. Məmə Qulaq asıram. De görüm. Məmə ən birinci 0 tam %41. Ay, sağ ol. Sonra Ondan sonra 0 tam %39. 30, hə 39 var burada. 39 sonra Ondan sonra 0 tam %32. sənə deyir ki, sıranı pozan ədədi göstər. Sən bir dənə pozan ədəd var, onu tapmalısan. Məmə 0 tam %41. Bax, Məmə 0 tam %32, 0 tam 0 tam %41, %41. %41. Bu formata gedir. Sıranı pozan nə kimi görsənir burada? Məmə Hı. 0 tam %41 ilə 0 tam %41. Niyə 41? Məmə çünki o ən böyük olduğu üçün məmə ən böyük ən kiçik olduğuna görə ən birinci olmalıdır da məmə. Yaxşı, ikincini de görüm. Azalan sıranı de görüm. Məmə Tam hissələri 1-dir hamısının. Kəsir hissələrinə bax. məmə 0 tam %12. Ay, mam. Ay, sağ ol. Çok
Gətirəcəm indi. Aha. 7-ci suala bax görüm Yusuf. Səndən tez şey eləyək ki, qardaşına da sıra çata bilsin. Başka hazırlığımız var. Verilmiş ədədlər arasında Aha. yerləşən 3 onluq kəsir yazın. Bax, onluq kəsiridir. Arasında yerləşən 3 onluq kəsiri yaz. 3 onda 5-dən sonra nə gəlir? 3 tam onda 6, Aysa sonra 7. 3 tam onda 7 sonra 3 tam onda 8. Bax, məsələn, 2 onda 7 ilə bu nədir? 3 tam onda 3 deməkdir də. 3 tam onda 3. Elə bil ki, 2 mat 70 qəpikdir, 3 mat 30 qəpikdir. Arasında yerləşənləri de. Məsələn, nə deyə bilərsən? 2,9, 2 mat 90 qəpik. Məsələn, deyə Yüksək. bilərsən 3 manat 10 qəpik. Sonra nə deyə bilərsən? 3 manat 10 qəpik. 3 tam onda 2. Pulla fikirləş, həmişə daha rahat olur. Və məsələn, bu sənin nə deyil? 1,5. 1,5. Elə bil ki, 1 manat 50 qəpiklə 1 manat 57 qəpik arasında pul fikirləş. 1 manat 52 qəpik, 1 manat 53 qəpik, 1 manat 55 qəpik. Aralığı düşün də, Yusuf həmişə. Yusuf, buna aid tapşırıq verəcəm əlavə. Sabah tezdən qədər bu onluq kəsirlərə aid ayrı bir kitabdan işlə, onlara baxaq, yaxşı? Sabah tezdən yenə qoşulun bir də. Gəl bax, məsələn, görüm tam bilmiş olasın. Bax, hesablayın. Bax, ümumi buna da diqqətlə qulaq as. Buna aid də tapşırıq atacağım. 3,2. Üstə gəlinsin 0,4. 6 alta yaz. Tamı tamın altına yaz. 0,4. Mama 3 tam onda 6. Asal 2 ilə 4 toplanılır. 6. 3 ilə də 0, 3. Vergülə düşür vergülün altına. İkincisi de eləyir 1 tam onda 2. Ay, sağ ol. Bu birisini necə yazırıq? Bax, burada Yusuf bir şey diqqətlə bax. Bax, gör nəyin altında nə yazacaq. 2 tam %28 üstə gəl 0 tam onda 3. Bax, vergüldən sonra 3 promil bunun altına yazıldı. Bax, 800-də 6 boşdur. 8 olduğu kimi düşür. 2 ilə 3-ü toplayırsan 5. 2 ilə də 0, 2. Vergül də düşür vergülün altına. Olur 2 tam %58. İndi buranı Baba. verelim. Mama bu da eləyir 4 tam Hı hı. e, Bax, tam hissələrə bax. 4 7-dən 3'ü çıxdın, qaldı 4. 4. Aysa Ha, vergül 4 tam yazdın. yüzde Ay, dört. sağ ol. 6'dan Ha 2'ni da 4 tam çıxarsan yüzde 44. 4. Bu bir de 4'te yazılacaq yanına. 4 tam %44. Bunlara aid ümumi bax belə eləyək. Gözlə bir dənə rekordu dayandırım.